Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Mayın 13-ü saat 20:45-dən saat 21:30-a Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 sərhəd pozucusu saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı 1986-cı il təvəllüdlü Baydaha Moqbel Abdulrazzaq, mayın 9-da isə Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı 1990-cı il təvəllüdlü Toyjar Muhammed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar. Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Oxuaz xəbər verir ki, ehtiyatda olan baş leytenant Murad Əfəndiyev Fiat markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub. Murad Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o maşını almaq üçün 7000 manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub. Faktla bağlı Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsində araşdırmalar davam etdirilir. Abşeron rayonunda əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb. Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlayıb. Rusiyanın dondurulmuş aktivləri müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün istifadə edilməlidir. Bunu Fransa prezidenti Emmanuel Macron TF1 telekanalına müsahibəsində deyib. Müharibə bitəndə biz Ukraynanın bərpasında iştirak etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməli olacağıq. Amma hələlik heç bir hüquqi əsas yoxdur deyə siyasətçi vurğulayıb. Siyasətçi Ukraynaya dəstəyin, xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinin vacibliyini bəyan edib. Onun fikrincə, sülh sazişi bağlandıqdan sonra təhlükəsizliyin ilkin təminatı Ukrayna ordusunun gücləndirilməsi olmalıdır və hazırda fəal şəkildə təlim keçirilir. Bunun üçün böyük miqdarda silah tələb olunur. Ona görə də müdafiə sektoruna investisiyalar gələcəkdə də davam edəcək. Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq. Rayon ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. Bu səbəbdən mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla ümumilikdə 16000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. Avroviziya 2025-in ilk yarımfinal mərhələsi keçirilib. Müsabiqədə 10 nömrə altında Run With You mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Mamagama qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. Müsabiqənin finalına Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar. Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq. Müsabiqənin qalibi mayın 17-sində keçiriləcək final mərhələsində məlum olacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.